Salam, hər vaxtınız xeyir olsun, əziz və dəyərli izləyicilər. Bugün oktyabr ayının 21-i 2025-ci il. Mən hal-hazırda Ucar rayonu Nəriman küçəsində çəkiliş yaparım. Biz deməli dünən bu ərazidən çəkiliş yaparmışdıq. Videoya baxanlar bilirlər ki, bura çox bərbad vəziyyətli idi. Bugün Ucar rayon kommunal müəssisələr kombinatı tərəfindən həmin bu ərazidə təmizlik işləri aparıldı. Gördüyünüz kimi ərazi təmizlənibdir və burada belə bir quyu var. Zibil atmaq üçün yer düzəldiblər. Burada dolmuşdu ağzına kimi. Yəni ətraf çox pis vəziyyətli idi. Dünən Ucar kommunal müəssisələr kombinatından mənə bildirdilər ki, bəs ekskavator xarab olduğuna görə həmin bu ərazinin təmizliyinə məşğul ola bilməyiblər. Yəni bugün üçün işlər görüləcək. Ümumiyyətlə belə deyək, yəni bax belə açıq yerə zibil atmaq heç cür düzgün deyil. Yəni burada antisanitar vəziyyət yaranır, ekologiya korlanır. Yəni zibillər, tullantılar zibil qutularına atılmalıdır. Ağzı bağlı vəziyyətdə olmalıdır. Amma təəssüf olsun ki, bizdə rayonda bir neçə yerdə belə quyular qazılıbdır. Zibil atmaqdan ötürü. Bundan ötürü birinci növbədə sakinlər özləri də maraqlı olmalıdır. Çünki onlar həmin bu əraziyə yaşayan insanlar ki, gətirib zibillərini atırlar bura və öz yaşayışları üçün problem yaradırlar. Yəni bura xəstəlik mənbəyidir, mikrob mənbəyidir. Bura zibil atmaqdansa zibil qutuları yəni tələb eləmək lazımdır ki, bura zibil qutusu qoyulsun ki, gəlsinlər rahat zibillərini atsınlar. Və yenidən qayıtmaq istəyirəm o məsələyə ki, kommunal müəssisələr kombinatı deyir ki, ekskavatorumuz xarabdır. Bəli, mən dəfələrlə görmüşəm. Deməli, o tullantıları daşıyan maşın xarab olub, qırılıb hardasa qalıbdır. Hətta biraz bundan qabaq içi zibillə dolu. Qırılıb qalmışdı şəhərin mərkəzində, saat qurğunda qalmışdı orada. Yəni orada üfunəti ilə dayanmaq olmurdu. Bir gündə qaldı orada çünki yəni xarab olmuşdu, düzəldənmirdilər. Mənə bir şey maraqlıdır. Niyə görə bizim qonşu rayonlarda deməli normal bu tullantı daşımaq üçün maşınlar ayrılır. Yəni texnikalar ayrılır, amma bizim rayonumuzda yəni bu burada əllə daşınan zibil yoxdur da. Bu gün də bura baxan işçi mənə deyir ki, bəs oranı çəkmisən, ona görə mənə irad tutublar, mənə nə bilim o kimi söz deyiblər. Əslində ondan nə var ki burada? Burada əllə daşınan bir zibil yoxdur. Bu yəni maşınla daşınmalıdır. Texnikalar da yoxdur. Çox bərbad vəziyyətdədir. Bundan mənə elə gəlir ki, Ucar rayon rəhbərliyi məşğul olmalıdır, icra hakimiyyəti məşğul olmalıdır. Tələb olunmalıdır. Yəni hər ki başqa qonşu rayonlarda yəni texnikalar ayrılır. Niyə görə bizdə ayrılmır? Yəqin ki bizdən yəni bizim rəhbərlikdən yaxşı tələb eləmirlər. Tələb eləsələr Ucar rayonu böcək bir rayon deyil ki, burada Azərbaycandır, Ucar da Azərbaycandır, yəni Azərbaycanın bir rayonudur. Niyə görə bizim bütün qonşu rayonlardan bura ayrı seçkili olmalıdır ki, yəni burada bu texnikalar olmalı deyil. Mən bu çəkilişin vasitəsilə Ucar rayon icra hakimiyyətindən xahiş edirəm ki, bu məsələlərlə bağlı işlər görsünlər. Yəni bugün buradan bu zibilin təmizlənməsi çıxış yolu deyil. Bayıl səhər təmizləyiblər buranı. Yenə də gətirib insanlar zibilini atıblar bura. Bura yenə də yığılacaq 2 günə, 3 günə, yenə də burada həmin antisanitar vəziyyət yaranacaq. Bu nə deməkdir ki, bu belə yəni tullantı atmaq üçün belə yerlərin olmağı düzgündür. Yer qazılır, gətirir insanlar atırlar zibillərini ora. Bu məsələdə hər kəs maraqlı olmalıdır. Sakinlər də maraqlı olmalıdır, aidiyyatı üzrə qurumlar da maraqlı olmalıdır. Rayon rəhbərliyi daha çox maraqlı olmalıdır. Çünki yenə deyirəm, bir dənə belə bir yerdə deyil. Yəni çox yerdə belə qazılmış yerlər var ki, zibillər açıq vəziyyətdə atılır. Bu da rayonun ekologiyasını pozur. Yəni bax burada yaşayan insanlar üçün ciddi təhlükədir. Mikrob mənbəyidir, xəstəlik mənbəyidir. Burada bu zibillər burada çoxaldıqca sahibsiz itləri bura yığılır. İnsanlar buradan keçib gedə bilmirlər, rahat hərəkət edə bilmirlər. Bunların hamısının qarşısı alınmaqdan ötürü dərindən işlər görmək lazımdır. Yəni bugün
zaten burada zibil təmizlənəsi idi. Burada zibil qala bilməzdi. İndi müəyyən qədər neçə günlər idi qalmışdı burada. Mən hər gün buradan keçirdim. Elə fikirləşirdim ki, sabah götürərlər, amma gördüm ki, götürmədilər. Ondan sonra burada çəkiliş elədik. Bu zibil yəni buradan daşınmağı da çıxış yolu deyil. Burada yəni bura bağlanmalıdır, örtülməlidir bura. Nədir bu qəbir kimi qazıblar bura, gətirib zibil tullayırlar bura. Burada zibil qutuları qoyulmalıdır. Sakinlər də tələb eləməlidir, maraqlı olmalıdır ki, yəni bu çıxış yolu deyil, gətirdin zibili atdın bura çıxdın getdin. Mən bu çəkilişin vasitəsilə yəni aidiyyəti üzrə qurumlara, rayon icra hakimiyyətinə, rəhbərliyinə müraciət edirəm ki, rayonda yəni belə yerlərdə zibil tullantılarını yığışdırmaqdan ötürü işlər görmək lazımdır. Ciddi işlər görmək lazımdır, tapşırıq vermək lazımdır. Yəni sizdən asılı olan nələrsə varsa siz onları eləməlisiniz. Yəni bu qədər olmaz da. Rayon həqiqətən də bərbad vəziyyətdədir. Yəni rayon itib batır. Ucar rayon Könüllü İctimai Nəzarət Təşkilatının sədri Məmmədov İlkin.